Salam əziz dəyərli Avtomaşın YouTube kanalı izləyiciləri. 25 yanvar 2026-cı il Sumqayıt maşın bazarına salamlayırıq sizləri. Gəlmişik sizlər üçün istədiyiniz maşınları çəkib sizlərə təqdim edək. Xoş izləmələr. Siz də bizlər üçün dəstək olmaq üçün bizlərə videolarımızı bəyənib abunə olmağı unutmayın. Hansı maşınlarımızı çəkmək istəyirsinizsə rəy bölməsində bildirə bilərsiniz. İzləyicilər biri bizdən siz çəkməmi istəmişdi. Buyurub baxa bilər. 2009'dur, 1.4 motor benzindir, sahibi 13.500 deyir. Real alıcı endirim olacaq, ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşın ətrafı çəkib sizlər üçün təqdim edirik. Multirul 201 min yürüyüşü var. Monitor quraşdırılıb. Mexaniki sürətlər qutusu. Parça salon. Siz də hansı maşınlarınızı çəkmək istəyirsinizsə rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videolarımızı bəyənib abunə olmağı unutmayın. Abi toplandı. İzləyicilərin bizdən Hyundai Sonata çəkmək istəyir. Kantdır. Buyurub baxa bilər. 2008'dir. 2.4 motordur, sahibi 13.500 deyir. Real alıcı endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşını ətrafı çəkib sizlər üçün təqdim edirik. Multirul, Zavaskoy magnetofon, avtomat sürətlər qutusu, dəri salon. Siz də hansı maşınlarınızı çəkmək istəyirsinizsə rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videolarımızı bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəyimiz növbəti maşın Opel Astra'dır. 2010'dur, 1.4 motordur, benzin. Sahibi 13.000 manat deyir. Real alıcı endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşın ətrafı çəkib sizlər üçün təqdim edirik. Multirul, Zavaskoy magnetofon, mexaniki sürətlər qutusu, parça salon. Ha, gördüm, ha eləmədim. Ben gördüm, dedim.
Siz də hansı maşınlarınızı seçmək istəyirsiniz, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəyimiz növbəti maşın Nissan Tidadır. 2011-dir, 1.5 motordur, benzin. Sahibi 13.500 deyildi, alıcı endirim olacaq. Ətraflı məlumat nömrə qeyd olunacaq. Maşının ətrafı çəkib sizlərə təqdim edirik. Zavaskoy maqnitofon, avtomat sürətdə qutusu, parça salon. Sahibi vuruş texnik baxışdan və sığorta təzə yeni olunub. Siz hansı maşınlarınızı seçmək istəyir, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Sizə təqdim edəcəyimiz növbəti maşın Toyota Corolladır. Fiyeldir. 2016-dır, 1.5 motordur, hibrid. Sahibi 16.500 manat deyir. Real alıcı endirim olacaq. Ətraflı məlumat üçün nömrə qeyd olunacaq. Maşın ətrafı çəkib sizə təqdim edirik. Monitor quraşdırılıb, avtomat sürətdə qutusu, parça salon. Siz də hansı maşınlarınızı seçmək istəyirsiniz, rəy bölməsində bildirə bilərsiniz. Bizə dəstək olmaq üçün videomuzu bəyənib abunə olmağı unutmayın. Bir ama işte öyle sahneler yaşıyor.